Arıqlama zamanı edilən ən böyük səhv nədir? Mən diyetoloq, qidalanma mütəxəssisi Hüseyn Əkbər. Burada sağlam şəkildə arıqlama haqqında ancaq doğru məlumatlar paylaşılır. Arıqlama zamanı edilən ən böyük səhvlərdən biri arıqlamaq məqsədi ilə yola çıxmaqdır. Siz ilk növbədə məqsəd olaraq qarşınıza arıqlamağı deyil, sağlamlığınızı bərpa etməyi qoymalısınız. Bəli, qarşınızda TikTokda, Instagramda minlərlə videolar çıxa bilər. 3 gündə 5 kilo ver, 5 gündə 10 kilo ver və siz qarşınıza çıxan hər bir videoda deyilənləri bir-bir eləyirsiniz. Dediyim kimi, bunu sadəcə çəkilərinizdən qurtulmaq məqsədi ilə eləyirsiniz. Əlbəttə, bu videoların sizə təklif etdiyi də budur. Ancaq bütün bu deyilənlərdən sonra ya itirilmiş çəkilər bərpa edilir, ya da ümumiyyətlə heç bir nəticə əldə edilmir. Və bu rasional olmayan arıqlama yolunda siz bəlkə də çəkilərinizi itirirsiniz, ancaq bir çox xəstəliklər qazanırsınız. Bu qazanılan xəstəliklər sırasında ən çox görüləni hipotireoz və qan azlığıdır. Bu arada hipotireoz qalxana bənzər vəznin hormonlarının aktivliyinin aşağı düşməsidir. Bunun üçün də arıqlamağa çalışmayın. Sağlam olmağa çalışın. Bu proses bir ömür davam etməlidir və sizin bədəninizə lazım olan, defisitdə olan, çatışmayan mikro və makro elementlərin bərpası ilə müşahidə olunmalıdır. Əgər videom sizə faydalı oldusa, bu videonu like etməyi və mənim kanalımı izləməyi unutmayın.